Başlı bura məşhur Hamza dağı. Bura bir cızır vardı yolu. Yolda değilsiz idi. Bəli, indi ben çok insan bir bakalım idi. İndi onu kanal kazdı. Onda şeydi. Ulan kördü. Ağa sağlasın bir verilmişti. Bura var. Çıkabilir. Şimdi o sular gelen sen buradan böyle bir tane zıplar suyun hamısını versen derya. Bura düşen de aksın oraya. Buranın da suyu aksın oraya. Onda buradan nəqliyyatın hərəkəti hareket edilir. Bu indi olacaq, mən nəzərdə alıram. İş vaxtı. İnşallah bırakılabilir. Yola maşallah, çox yaxşı. Daha başlı. Allah sizləri var eləsin. Keçən dəfə gəldiniz, bir balaca dedik sizə, xahiş elədik. Allah'ın olsun, inanmalı deyil ki, elə bir tez bir zamanda. Görünəqə şəkli olur. Bəli, çox gözəl. Allah Rabbim əlində canı salamat eləsin. Allah razı olsun. Bütün bu kəndin 50-60% maldarlıqla məşğuldur. Bunlardan biri mən. Yeganə bu yoldur ki, kəndi bu dağla birləşdirir. Bərbad gündə idi. Genəli, yaşam, gözəl, hər şey yaxşı. Suyu da axıdacaq. İnşallah sözün qısası. Sağ ol. Allah razı olsun. Allah kötüyü görsün. Burada çox gözəl çəkdiyi görsən. Kəndini götürəcək. Allah sizdən hörmətli Araz müəllim. Sağ olasınız öz komandanızla. Sağ olun. Allah Teala sizi bizə büyük bir arxa göndərir. Sağ olun. Allah kullarını. Vallahi adam heç inana bilmir. Allah razı olsun. Gəldiyiniz hələ 2 həftədir bu kənddə o günlər gəlmişdiniz. Vallahi bir balaca xahiş elədik. Necə uşaq valideyndən imkan olmayanda adam xahiş edir də imkan olmayanda olmur. Doğru. Uman yerdə küsərlər. Biz inanmırdı ki bu qısa müddətdə Lənkərandan texnika gələr bir daha buranı bir gün traktorla düzəldirlər. Bu günləri şükür Allah indiki Allah bilsin Bakıdan da hardan Şəkidən gətirsiniz. Böyle Bakıdandır. Sağ olsun Allah onun da canı salamat eləsin. Sabah da inşallah texnik gelecek. Allah Teala her adama böyüklük qismət eləməz. Valla şükür Allah'a ki sağ olasınız ki Allah Teala sizə fürsət verib, imkan verib, hər cürə texnikanız var. Yaxşı yola, Allah əli yoluna. Bu boyda kəndin də yeganə bir dənə yolu budur. Bu dağa qalxmaq üçün. Ama bu yoldan istiyor. Bəli, bəli, bizim də bu dağa yolumuz yoxdur. Şimdi oldu ha. Əşi, sizin kimi əla olan adam olan yerdə. Su da axacaq. Burası düşməsin. Burası düşməyəndən. Şükür Allah'a, Rauf müəllim bizə biz inanırıq sizə də. Yəni sizin komandanız Gəlin şəkil çəkdirək, yadıracaq. Gələcək nəsillərə. orada çox sağ olun, var olun ki, bu qısa müddətdə bu yola 2 gün texnika qatırdırırsınız. Hələ bir gündə onu da bilirik ki, şükür Allah'a, yuxarıda Allah, aşağıda sizin köməyiniz. Sağ olsun, yəni kimə də ağız açırsınız, özünüz kimin adama rast gəlirsiniz ki, sağ olsun o yoldaşlar ki, bu günləri kırıdır, o kadar yolu gətiriblər, gəldi, sağ olsun, gəldi, işlədi, getdi. Allah sizden razı kalsın. Bu yol, bu boyda Sırdaş kəndinin bütün yayda, bizdə ancaq yayda otda saxlayırıq. Bu kənd hamısı da yuxarı başdan aşağı, hamısı bu yolla Örüş, ot, odun, mallar da, her şey bu yolda olur. Hayat yoludur. Bəli, həyat yolu bizim yolumuz buradır. Çox sağ olun, var olun. Həqiqətən siz elə Məşhədli Kərbəlayı hacı, təmiz hacısınız, layiqsiniz, generalsınız. Halal olsun sizə. Halal olsun bu süt ki sizə verəm. Allah halal eləsin. Mən də sizi təbrik edirəm bu yolun açılmağıyla əlaqədar. Bu yolun açılmağında zəhməti olan balaca, böyük, hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Azın, çoxun fərqi yoxdur. Burada əsas niyyətdir. Niyyətinizə görə sağ olun. Bu gözəl bir işi elədiyinizə görə sağ olun. Və bizim hamımız sevinirik ki, biz nümunə göstəririk ki, xalq
hər şey eləmək olur. Necə ki, möhtərəm prezidentin ətrafında yığışdılar, 30 ildən bəri qalan torpaqları həll elədik, azad elədik. Kəndlərdə, yerlərdə olan problemləri əl-ələ verdik, sizdə olmayanı mən verirəm, məndə olmayan siz kömək edirsiniz. Əl-ələ verdik, görün nə gözəl bir iş görmüş. Bu, bütün insanların zəhmətini yüngülləşdirəcək. Çöldə heyvanı qalan var, gecə vaxtı gedir, narahat olmayacaq. Günüz ot dalınca gedən olacaq, yol rahatdır. Allah eləməsin, birinin heyvanı tələf olacaq, gedib götürməyə nəqliyyat vasitəsi olacaq. Otu aparmağa imkan olacaq. Ya, əsas odur ki, yol həyat demək. Yol mədəniyyət deməkdir, yol həyat deməkdir. Ona görə də bu işdə zəhmət olanlara bir daha təşəkkür edirəm. Xeyirli uğurlu olsun. Bundan da sonra əlimizdən gələni edəcək ki, Cənab Prezident deyən kimi yerlərdə bizim işimiz, gücümüz ondan ibarət ki, cəmaatın içində olaq, cəmaatın qarşıları ilə yaşayaq, cəmaatın rifahını yaşlaşdırmaq üçün nələsə edək. Biz də əlimizdən gələni bundan da sonra edəcəyik. Sizə də təşəkkür ederim. Allah sizdən razı olsun. Çok sağ olun. Biz sizden razı kaldık. Var olun. Mən sizdən Vallahi çox bu yaşamlarda burada olan olmayan hamıya bizim salamlarımızı çatdırın. çok sağ olun. Hamıya, Minnettarım. Allah sizi var edesin. hamıya sağ olun. Siz də davam eləyin. Olan şeylərdir də indi biri ara qatışdıracaq, biri sənə maneçil olacaq, biri düz danışmayacaq, biri onlar təbiidir. Həyat belə olur da. Belə qurulur da, elə belə də gedəcək hər zaman. Buna görə də səbirli olmaq lazımdır. İnsanlar hər şeyi görür. Mən desəm də, deməsəm də. Bu yolu eləmək olmazdı ki, neçə ildir. Niyə olmazdı? Deməli, görürlər də, nəsə eləyirik, cəmaat da bizə dəstək verir, olur. Maneçilik hər yerdə var. Sənə bu boyda var, o birində biraz çox var. Sizin işinizdə biraz böyük maneçilik. Həyat belədir. Həyat ravan olsa, asan olsa, onda bu həyatın heç mənasıdır. Savab iş herkese kısmet olmaz. Çətindir, bəli. Amma şükür ki, bu işləri biz Sizə görürük. qismət oldu. Bu işləri biz görürük, hamımız görürük, cəmaatla birlikdə görürük. Ona görə də bir daha təşəkkürlər sizə. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun. Gecə Allah verin, sizden sağ olun. razı kalsın. Minnettarım sizden. Çok sağ olun. Allah razı olsun. Çok sağ olun. Bu boyda savab iş görürsünüz. Biz sizden razı kaldık. Siz də sağ olun. Minnətlər olsun. Çox təşəkkür. Allah razı olsun. Allah razı olsun. Gedək, gedək. Çok sağ olun. Yok, Çok sağ olun. Damat gidip buraya gelip oraya kalkmak için Allah kapı veriyor. Maşınla? Maşı kalkıyor. Ora başı 3 dəqiqə. Sən baxsan. Hə, baş baxsan. Cavabına görə. İnşallah ustazlar rəhmətli. Bu şahıs oradan gördük. Hacı sayılır. Onların su geldi buna. Bu da bizimle geliyor. Ha, bir şeye gelen. Bildin de. Tamam, Buna gelen Bak adam bu benim- zaman acı şekilde çay getiriyor. Yeməyim, içməyim, nəfəs almağım, hamısı bu göbək vasitəsilə. Allaha deyir ki, ay Allah, mənim bu əlimi neynirsən mənə verirsən, ayaqlarımı mənə niyə verirsən, gözü mənə niyə verirsən, mənim ki, bütün həyatım göbəyə bağlıdır. Allah Teala ona deyir ki, səbr elə, sən bir həyata gidəcəksən, orada görəcəksən onlar nə yalan. Uşaq doğulur, uşağın göbəyini bir tərəfdə basırırlar, gəlir dünyaya, dünyada yaşayır. Deyir indi
Gördün ki sən əl-ayaq sənə nəyə lazımdır? Ayaq yerimək üçün, əllər hərəkət etmək üçün, iş görmək üçün, göz görmək üçün. Dedi başa düşdüm, aydın oldu. Deyin də deyirsiniz əməl elə, əməl elə. O nəyə lazımdır? Mən burada əməlim buradadır da. Burada nə eləyir? Onu da elə. O bir həyat var, orada o. Sən görəcəksən ki, o nəyə lazımdır. Başqa bir Allah. O da o biri dünya üçündür. Yəni hər nə eləyərik, özümüzü eləyərik. Heç kimi eləmərik. Hər nə əməl eləyəcəksən, səndən sonra qalacaq, sən yaşadacaq. Allah yaxşı iş görənlərin hamısının canını sağ eləsin. Amin. Yaxşı iş görüb dünyasını dəyişənlərə də rəhmət eləsin. Cənab başçı, bu kənd gördüyünüz kimi, o insanlar da bu cür. Yəni bu kənddə mən problemi insan görmürəm və çox sağ olsunlar, böyük dəyər verirlər, böyük dəstək Onlar da olurlar. indi bu kəndi sənin bu Çolatan Bələdiyyəsi Birləşmiş Kəndlərlə birlikdə 10.000-dən biraz artıq əhalimiz var. Yeri gəlmişkən, bu günə olan məlumata görə bizim əhalimiz Lənkəranla 60 nəfər, 30 nəfər fərq var. Onu da ki, yəqin bilirsiniz ki, Lənkəranı yazıblar ki, Lənkəran Lənkərandır. Sənin bu rayonunda bu Çolatan Bələdiyyəsinin əhalisi 10.000 nəfər civarındadır. Hesab eləyək 10.000 nəfər. 10.000 nəfərin içərisində sən əgər düşünürsən ki, hamı normaldır, sən onda özün İraq səndən normal deyilsən. Bu mümkün ola bilməz axı 10.000 adamın hamısı yaxşı normal. İçərisində hərəsi var, biri savadlıdır, biri savadsızdır, biri ağlı kəsir, birinin ağlı kəsmir, biri dünya görüşlüdür, biri dünya görüşü dardır. Biz hamıdan hər şeyi gözləməli deyilik ki. Biz qəbul edirik ki, sən də qəbul, hamımız qəbul edirik ki, kənddə hər cür insan var. Səbirli olmaq lazımdır, başa salmaq lazımdır ki, ay cəmaət belədir, çətindir, vallahi birdən-birə olmur. 99-cu ildən 2000-ci ildən fəaliyyətdə olan tək Sığdaş Bələdiyyəsi. İndiyə qədər Sığdaş Bələdiyyəsinin hesabında pul olub da 60 manat, 35 manat, 23 manat. Bugün 5 ay fəaliyyət göstərən Sığdaş Bələdiyyəsinin hesabında təxminən 80-90 min manat. İnsanlara bunu demək lazım ki, baxın da siz, bizim bu işlər buna görə eləyirik biz. Siz ona görə heyətləri təzələdiniz, təzə adamları seçdiniz ki, işlər yaxşı getsin. Şurada yaxşı gedir də, bundan yaxşı, yavaş-yavaş hamısını bir il eləmək olmuş ki, biraz bir dolu gələn il, işığı, o biri yolu, belə-belə hər şey eləyəcək. Allah bir can sağlığı versin, rəhbərimizi, dövlətimizin başçısını qorusun, xalqımızı qorusun, Allah cəmaatımız üstünə xeyir töksün. Çox sağ olun, Allah şifa olasın. Gözəl xeyrə qalsın, Allah razı olsun. Kimsə pis iş görməkdən yoruldursa, biz yaxşı iş görməkdən yorulmalıyıq. Sağ olun, sağ olun, sağ olun.